Bakıda və Abşeron yarımadasında sentyabrın 16-dan 17-sinə keçən gecə 17-sində arabir yağış yağacağı proqnozlaşdırılır. Yarımadanın bəzi yerlərində yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Bu haqda Sfera AZA Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Qeyd edilib ki, Azərbaycanın rayonlarında isə sentyabrın 16-sı axşamdan 21-inədək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə yağışın sulu qara keçəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısa müddətli sel keçəcəyi ehtimal edilir. Havanın temperaturu gecə 16-19, gündüz 20-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 70-80% təşkil edəcək.